Yeni videoda hər birinizi xoş gördük, əziz izləyicilər. Çoxsaylı istəkləri nəzərə alaraq tarix fənnindən ödənişsiz dərs videoları paylaşmaq məqsədi ilə yaradılan Tarix Edu.az kanalına hər birinizi dəvət edirik. Yeni kanal tarix fənnindən imtahana hazırlaşan hər kəs üçün nəzərdə tutulur. Kanala abunə olaraq videolardan əvvəlcədən xəbərdar ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik. Nadir xan ordusundan 10.000 nəfəri Bağdadın mühasirəsində saxlayıb, təqribən 40 minlik qoşunu ilə Topal Osmanı qarşılamaq üçün şimala hərəkət edir. Kəşfiyyatçıların əldə etdiyi məlumatlardan Osmanlı ordusunun sayını öyrənən Nadir, döyüş planları barədə müzakirələr aparır. Ancaq Osman Paşanın ordusu Nadirin birliklərindən 2 dəfə çox əsgəri qüvvə və toplara sahib idi. Osmanlı ordusu qarşıda 4 hissəyə ayrılıb mövqelərini tutdular. Qızılbaşlara ilk zərbəni onlar indirəcəkdi. Arxadan mərkəz, sağ və sol qanad olmaqla üst dəstə yerini aldı. Osman Paşa mərkəzdə dayanıb döyüşü idarə edəcəkdi. Öndə dayanan cinahları müdafiə etmək üçün onların arxasında toplar yerləşdirildi. Nadir xan da Osmanlı mərkəzini zərərsizləşdirmək üçün qarşıda tüfəngçiləri düzdü. Onların arxasında toplar yerini aldı. Süvarilər isə sağ və sol cinahlarda dayanıb Nadirin tapşırıqlarını icra edəcəkdi. Nadir xan özü həmişə olduğu kimi mərkəzdə dayanaraq lazım olan tərəfə yardım edəcəkdi. Döyüş Osmanlı mərkəzinin hücumu ilə başladı. Nadir xanın göstərişi ilə tüfəngçilər atəş açıb müqavimət göstərməli, daha sonra geri çəkilib meydanı toplara buraxmalı idi. Bununla da Osmanlı mərkəzinin hücumu dəf edildi. Osman Paşa Nadirin topları mərkəz üçün istifadə etdiyini görüb, cinahlara vaxt itirmədən hücum əmri verdi. Sağ və sol qanadlarda şiddətli döyüşlər başlayır. Osmanlı qüvvələri sayca çox olsalar da, qızılbaşlar ilk vaxtlar üstünlüyü ələ aldılar. Gün boyu davam edən döyüşlər Osmanlı mərkəzinin məhv olması və cinahların ağır itkilər verməsi ilə dayandı. Axşam tərəflər düşərgələrinə çəkildilər. Nadir xan Osmanlı ordusunun bu qədər çox olacağını təxmin etmirdi. Bu səbəblə nəzərə alınmayan problemlər meydana çıxdı. Belə ki, ordu susuzluqdan və ərzaq qıtlığından əziyyət çəkməyə başladı. Ətrafdakı su mənbələri də Osmanlılar tərəfindən nəzarətə götürülmüşdü. Səhəri gün Nadir xan Osman Paşaya gələn ərzaq yardımının qarşısını kəsmək üçün 3000-lik ərəb süvarisinə lazımi göstəriş versə də nəticə əldə edə bilmir. Çünki Osman Paşa ərəbləri rüşvətlə öz tərəfinə çəkməyi bacarır. Qızılbaşlar su tələbatlarını ödəmək üçün Osmanlı ordusunu məhv edib çay kənarına çıxmalı idilər. Osman Paşa Nadirin səssizliyini görüb qarşıdakı dəstələrə hücum əmri verir. Nadirin əsgərləri ona layiq olacaq şəkildə döyüş meydanına atılırlar. Hücumların qarşısı bütövlükdə alındı. Ancaq Qızılbaş ordusunun əks istiqamətinə doğru şiddətli küləyin başlaması vəziyyəti gərginləşdirdi. Aclıq və susuzluqdan əziyyət çəkən ordu bir də qum fırtınası ilə üz-üzə idi. Bu səbəblə sol cinahda Səfəvi ordusu itkilər verib tədricən geri çəkilirdi. Nadir xan əmirlərlə çadırına gəlib müzakirələr apardı. Ona geri çəkilmə təklifləri olsa da, bu onun qaydalarına zidd idi. Nadir üçün sadəcə irəli getmək vardı. Düşmənin say çoxluğu və şərtlərin Səfəvi ordusu əleyhinə dəyişməsi onu daha da qəzəbləndirirdi. Müzakirələrin getdiyi vaxtda Nadir toppuzunu götürərək çadırını tərk edir. Atına minib sol cinaha yardım üçün döyüş meydanına atılır. Xanın hücumu o qədər sürətli olur ki, Osmanlı sağ cinahı qısa vaxtda məğlub edilir. Tüfəngçilər onun qarşısını almaq üçün atını hədəf alırlar. Ancaq Nadir başqa atla yenidən hücumu davam etdirir. Bundan sonra digər cinahlar da həvəslə döyüşə atılırlar. Sağ cinahda olan döyüşçülər Nadirin qəzəbindən qurtulmaq üçün geri çəkilirlər. Ancaq o, qaçanları təqib etməklə hərb təcrübəsinin ən böyük səhvini edir. Nadir özü də bilmədən dəstəsi ilə birlikdə
Osmanlı toplarının mənzilinə daxil olur. Bu anda geri çəkilmək daha çox itkiyə səbəb olacağı üçün Nadir atını topların üzərinə sürüb Osmanlı topxanasını ələ keçirir. Yeniçərilər, süvarilərin bir qismi və tüfəngçilər baş vəziri qorumaq üçün onun üzərinə atılırlar. Döyüş əsnasında Nadirin atı başından zərbə alıb onu üstündən yerə atır. Üstəlik özünün də aldığı qılınc zərbəsi ilə yerə yıxılır. Sərkərdələrinin hərəkətsiz bədənini yerdə görən qızılbaşlar üçün artıq hər şeyin sonu idi. Ordu başçısını itirən əsgərlər nə edəcəklərini bilməyib, böyük hüzünlə döyüş meydanını tərk edirlər. Əmirlər də Nadiri mühasirədən çıxarıb geri çəkilirlər. Böyük məğlubiyyətdən sonra türkman birlikləri dəstə-dəstə İraqı tərk edir. Bağdad şəhərinin mühasirəsi də dayandırıldı. Hadisələr barədə Osman Paşanın əsgərləri ona bir şad xəbər, bir də bəd xəbər gətirdilər. Müsbət hal bu idi ki, Topal Osman Paşa məğlub edilməz Nadirin qarşısını alıb ordusunun İraqdan çıxarılmasına nail olmuşdu. Bəd xəbər isə Nadirin hələ də sağ olması idi. Döyüş meydanında Nadir xan Əfşarın yanında sona qədər qalıb mübarizə aparanlar Əfşar, Qacar, Bayat və digər Azərbaycan tayfaları idi. Qeyri-türkmanlar onun ölüm şayələrinə inanıb hərb meydanından qaçdılar. Bu səbəblə Nadir fərar edənlərin dərhal tutulub burunlarının və qulaqlarının kəsilməsini əmr etdi. Ciddi cəza tədbirləri görüldü. Ölkənin dörd bir tərəfinə məktublar göndərib hakimlərdən yeni birliklər tələb edildi. Osmanlı ilə döyüşdə Nadir ordusunun yarısından çoxunu, toplarını, zəmburəklərini və arabalarını, ən əsası ordunu təşkil etmək üçün istifadə etdiyi İsfahan xəzinəsini itirdi. Yeni ordu təşkil etmək üçün Nadir ağır vergilər tətbiq etdi. Qərarlara qarşı etiraz edənlər edam edilirdi. Vəziyyət o həddə çatdı ki, İnsanlar Əfqan idarəçiliyində daha rahat yaşadıklarını dilə gətirirdilər. Böyük məğlubiyyətdən sonra bəzi əmirlər sürgündə olan Şah Təhmasibin Osmanlı ilə müharibədən çəkinmək fikirlərində onun haqlı olduğu qənaətinə gəldilər. Narazı kütlələrin artması Məhəmmədəli xanın başçılığı ilə Fars vilayətində yeni üsyanın başlamasına səbəb oldu. Ancaq Azərbaycan tayfaları Nadiri dəstəklədikləri üçün o üsyanı yatırmağa tələsməyib, qisas almaq məqsədi ilə yenidən Ərəb İraqına yollandı. Osman Paşa Nadirin 2 ay qədər qısa vaxtda toparlanacağını təxmin etmirdi. Bu səbəblə ordusu dəstələr halında vilayətdə asayişin bərpası ilə məşğul olurdu. Nadir qarşılaşdığı birlikləri asanlıqla aradan götürdü. Topal Osman Paşa yeni Qızılbaş yürüşündən xəbər tutub Kərkük qalasına çəkildi. Buradan bütün adamlarına bir mərkəzdə yığılmağı tapşırdı. Nadir xan şəhəri mühasirəyə alsa da qalanın möhkəm divarları mühasirənin uzanması və qoşunların ərzaq qıtlığı ilə qalmasına səbəb olacaqdı. Bu səbəblə Osman Paşaya məktub göndərib deyir: "Sizlə qarşılaşmaq üçün uzun yol keçib gəlmişik. Əgər sizdə mərdlik əlaməti varsa, Osmanlı çörəyinin, duzunun və ocağının haqqını qaytarın və döyüşə gəlin." Ancaq Osman Paşa açıq döyüşə girməkdən imtina edib Nadir ordusunun biraz da əldən düşməsini gözlədi. Mühasirənin uzanması Qızılbaş ordusu üçün də uğurlu gələcək vəd etmirdi. Nadir xan da ola biləcək bütün ehtimalları düşünüb ikinci məğlubiyyəti gözə ala bilməzdi. Bu səbəblə ordusuna səfəri yekunlaşdırıb Kirmanşaha doğru geri çəkilmək tapşırığı verdi. Osman Paşa Nadirin geri çəkildiyini görüb ordusunun əldən düşdüyünü, su və ərzaq qıtlığı problemi ilə üz-üzə olduğunu güman edib Qızılbaşları təqibə başlayır. Onun əmri ilə Memiş Paşa irəlidə gedib Nadirə ilk zərbəni endirməli idi. Qızılbaşların yolda təqib xəbərini alıb dayanmalarını eşidən Memiş Paşa Dərbənd Ağtəpəsi adlanan yerdə düşərgə saldı. Paşanın burada dayanması təsadüfi deyildi. Bölgə 2 yüksəkliklə əhatə olunduğu üçün müdafiə olunub əks hücuma keçmək Osmanlı üçün daha asan olacaqdı. Bundan başqa arxadan gələcək basqınların da qarşısı alınmış olurdu. Nadir xan keçidə hücum etsə, nəticə əldə edə bilməyəcəyini yaxşı bilirdi.
Bu səbəblə ordusuna nəyin bahasına olur olsun bir gecədə bütün yüksəklikləri keçib düşmən arxasına keçmə tapşırığı verir. Bu işin öhdəsindən yalnız özü gələ biləcəyi üçün yanına seçkin qüvvələri alıb yola düşür. Gün doğana qədər Qızılbaş ordusu keçidin arxasına keçməli və yüksəkliklərdə topçu birlikləri mövqelərini tutmalı idi. Nadir xan orta əsr hərb tarixi üçün mümkünsüz işlərə imza atmaqda davam edirdi. O tabeliyindəki dəstə ilə çətinliklərə rəğmən bütün yüksəklikləri keçib Osmanlı ordusu arxasında dayanmaq bacardı. Nadirin tapşırığına uyğun olaraq səhər Həsən xan Bayat və İmamverdi xan Əfşarın başçılığı ilə ordunun əsas hissəsi hücuma başladı. Memiş Paşa hücumu dəf etmək üçün irəli atıldı. Nadir xanın tapşırığına əsasən Qızılbaş süvariləri ilk zərbəni vurmalı idi. İki tərəf arasında mübarizənin şiddətləndiyi vaxtda tüfəngçilərin gəlməyi ilə süvarilər geri çəkilir. Tüfəng atəşləri Osmanlı ordusunda xeyli itkiyə səbəb olur. Süvarilərin yenidən döyüşə qoşulması Memiş Paşanın növbəti planı icra etməyə məcbur etdi. O arxada mövcud olan topların hazır vəziyyətdə dayanmalarını, özünün isə geri çəkiləcəyi anda Qızılbaş ordusunu hədəf almalarını tapşırdı. Bu zaman Nadirin nəzərə almadığı hadisə baş verir. Belə ki, Topal Osman Paşa öz qüvvələri ilə keçidə doğru yaxınlaşırdı. Orduda təşvişin yaranacağından ehtiyat edən Nadir, əmirləri vasitəsilə görünən toz dumanın güya yerli əhalinin bölgəni tərk etməsi ilə əlaqədar qalxması şayəsini yaydı. Bu zaman Nadirin yüksəklikdə yerləşdirdiyi toplar atəşə başlayır. Bununla da Osmanlı düşərgəsində xaos baş verdi. Əsgərlər heç bir müqavimət göstərmədən həlak olurlar. Paşa dəstəsi ilə birlikdə geri çəkilib, Osman Paşa ilə birləşmək istəyəndə Nadir hərəkətə keçib ona sonuncu zərbəni indirir. Osmanlı qoşununun mühasirəyə alınması və üzərlərinə endirilən mərmi yağışı geri çəkilməni kütləvi qaçışla əvəzlədi. Osman Paşa özünü çatdırsa da artıq gec idi. Ordunun nizamsız halda üzərinə gəldiyini görən Osman atına minib bir neçə dəfə cəhd etsə də nəticə əldə edə bilmir. Əksinə mövcud qorxu və vahimə onun dəstəsinə də təsir edir. Bununla tabeliyindəki əsgərlərin bir qismi də geri çəkilənlərə qoşulur. Nadir xan Osman Paşanın gəldiyini görüb yüksəkliyə çıxaraq müşahidə aparır. Vəziyyəti görəndən sonra yeni hücum əmri verir. İlk həmləni tüfəngçilər edir. Onlar dəqiq nişan alaraq məğlubiyyətlərinin qisasını alırlar. Daha sonra əlbəyaxa döyüşlər başlayır. Allahyar bəy Gəraylı döyüşün gedişində böyük risk alaraq Osman Paşanın mühafizə olduğu bölgəyə daxil olub baş vəzirə zərbə indirir. O həyatını itirən Paşanın başını kəsərək geriyə Nadirin düşərgəsinə yollanır. Onsuz da gərgin olan Osmanlı döyüşçüləri bu hadisədən sonra kütləvi sürətdə geri çəkilib nəinki döyüş meydanını, bütövlükdə İraqı tərk etməyə başladılar. Nadir xan əsirləri vasitəsilə ona gətirilən kəllənin Osman Paşaya aid olduğunu təsdiqlədi. O, qisasını alsa da Osman Paşanın sonunun bu cür olacağı ilə razılaşa bilmirdi. 70 yaşlı təcrübəli sərkərdənin nəşinin tapılıb başı ilə birlikdə Sultan sarayına göndərilməsini tapşırdı. Tabutunu gümüşlə bəzədib Paşanın adına layiq hörmət nümayiş etdirdi. Beləliklə Nadir xan baş vəzirin başçılığı ilə göndərilən 100 minlik ordunu məhv etməyi bacardı. Bunun ardınca Bağdad şəhəri onun başçılığı ilə yenidən mühasirəyə alındı. Əhməd Paşa Osman Paşanın öldürüldüyü xəbərini alanda Nadirə müqavimətin mənasız olduğunu anladı. Bu səbəblə sultandan aldığı səlahiyyətlə Nadirlə sülh danışıqlarına başladı. 1733-cü ildə imzalanan Bağdad müqaviləsində Nadir xan Səfəvi əsgərlərinin sərbəst buraxılması ilə bərabər Osmanlı ordusunun bu günə qədər zəbt etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını tələb edirdi. Bu səbəblə Əhməd Paşa Gəncə, Şirvan, Tiflis və digər şəhər hakimlərinə məktublar göndərib onlardan geri çəkilmələrini istədi.
Nadir xan İraqda şiə müqəddəslərini ziyarət edib İsfahana gəlir. Yolda üsyançılara dəstək verən bir neçə tayfa cəzalandırılır. Əhməd xana isə Məhəmmədəli xan Bəluzun üzərinə hərəkət etməyi tapşırılır. Şiraz yaxınlığında baş verən toqquşmada üsyançılar qələbə qazandı. Onların uğuru nüfuzunu artırır və paytaxt İsfahanı təhlükə altına atırdı. Bu səbəblə Nadir ikinci yürüşə şəxsən başçılıq edir. Döyüşdə üsyançılar güclü müqavimət göstərsə də Nadir xan qələbə qazanır. Bəluclu Məhəmməd İran körfəzində yerləşən Qeys adasına qaçır. Nadir xan ingilislərdən icarəyə gəmilər götürərək Lətif xanı adaya göndərir. Məhəmməd xan həbs edilib İsfahana gətirilir. Nadirin əmri ilə o kor edilərək zindana atılır. Üsyançıların müqaviməti qırılandan sonra Nadir Azərbaycan vilayətlərinin təhvil verilməsi üçün Osmanlı və Rus diplomatları ilə görüşlər keçirir. Ancaq bu danışıqlar heç bir nəticə vermirdi. Bağdad müqaviləsində Osmanlının məğlubiyyəti rəsmiləşsə də Sultan Mahmud Azərbaycanı tərk etmək niyyətində deyildi. Bu səbəblə məsələni uzatmaq və Nadiri yayındırmaq üçün ortaya müxtəlif bəhanələr atılırdı. O, Bağdad hakimi Əhməd Paşanı vəzifəsindən azad edib, Azərbaycandakı paşalara da verilən qərarın icrasını ləngitməyi tapşırdı. Ruslar da Xəzəryanı əraziləri təhvil verəcəkləri barədə öhdəlik götürsələr də, onlar yalnız Osmanlının Azərbaycandan çıxacağı təqdirdə geri çəkiləcəklərini bildirdilər. Nadir xan qarşısındakı diplomatların gah nala, gah da mıxa vurduqlarını görüb, 1734-cü ildə yadelliləri qovmaq üçün 2 il davam edəcək Azərbaycan səfərini təşkil edir. Yolda Şamaxı hakimi Surxay xandan tabe olmağı tələb etsə də, o bununla razılaşmayıb, qüvvə toplamaq üçün Dağıstana çəkilir. Şirvan ərazisində Surxay xan ordusu ilə bir neçə dəfə ağır məğlubiyyət alıb Dağıstana qaçır. Nadir xan Şamaxı əhalisinin Dağıstanlılarla birləşib dövlətə qarşı gəldikləri üçün onlara qarşı sərt mövqe nümayiş etdirir. Ciddi cəza tədbirlərindən sonra şəhər əhalisinin bir hissəsini indiki Ağsuya köçürür. Nadir Osmanlı və Ruslardan sonuncu dəfə işğalı dayandırıb Azərbaycandan çıxmalarını tələb edir. Müsbət cavab almayıb 2 ay sonra Gəncə üzərinə hərəkət edir. Qala müdafiəçiləri onun qətiyyəti qarşısında aciz qalır. Ruslar Cənubi Qafqazda Nadirlə üz-üzə gəlmək istəmirdi. Bu səbəblə 1735-ci il martın 21-də bağlanan Gəncə müqaviləsinə görə onlar Xəzəryanı vilayətləri qızılbaşlara təhvil verir. 2 ilə yaxın davam edən əməliyyatlar nəticəsində Nadir Cənubi Qafqazı tam azad edib Azərbaycanı yenidən birləşdirdi. Artıq xəyalları gerçəkləşdirmək vaxtı idi. Nadir xan Muğanda qədim türk ənənələrinə uyğun olaraq qurultay çağırır. Ölkənin dörd bir tərəfindən tayfa başçıları, adlı-sanlı sərkərdələr və əmirlər Azərbaycana gəldilər. Bəzi mənbələrdə qurultayda 100 min nəfərin iştirak etdiyi yazılır. Nadir, Şah Abbasın kiçik olması və özünün də dövlət işlərindən yorulduğunu deyib, ölkənin yeni şaha ehtiyacı olduğunu bildirir. Ancaq bu vəzifəyə layiq tək adam Nadir xan elə özü idi. Tayfa başçıları dövlətin ərazi bütövlüyünü bərpa edən Nadirin şah olması fikrini müdafiə etdilər. Bununla da 1736-cı ildə Azərbaycan tarixində yeni dövlətin, yəni Əfşar imperiyasının əsası qoyuldu. Səfəvi dövləti 235 il sonra süqut etsə də, Nadir şah bu dövlətin sütunları əsasında yeni dövlət qura bildi. Onun özünü Azərbaycanda şah elan etməsi heç də təsadüfi deyildi. Bu məclis paytaxt İsfahanda, Şirazda, Xorasanın Məşhəd və Herat kimi böyük şəhərlərində də təşkil edilə bilərdi. Ancaq Nadirin ata-babalarının məkanı, ölkəni idarə edən və onun taleyində həlledici qərarlar verən tayfalar məhz burada, Azərbaycanda yerləşirdi. Dövlətin rəsmi adı mənbələrdə Dövlət-i Nadiriyyə və ya Türkman eli olaraq bilinir. Ümumi coğrafi ad kimi İran adından da istifadə edilirdi. Günümüz Azərbaycanda istifadə edilən Azərbaycan dili Nadir şah və ordusunun əsas ünsiyyət vasitəsi idi. Özünü şah elan edəndən sonra Nadir 3 əsas bəylərbəyi formalaşdırdı. Bunlardan biri və birincisi şimallı, cənublu
bütöv Azərbaycan bəylərbəyliyi idi. Şah buranı qardaşı İbrahim xan Əfşara tapşırır. Xorasanın idarəsini oğlu Rızaqulu Mirzə Əfşara verən Nadir Şiraza Mirzə Məhəmməd Tağını hakim təyin etdi. Onun hakimiyyətini qəbul etməyən Gəncə və Qarabağ bəyləri Xorasana sürgün edilir. Onların güclərini zəiflətmək üçün Qazax sultanlığı və Borçalı Gürcü çarlarına verilir. Gürcü çarlarının Azərbaycan bəylərbəyliyinin tabeliyində olmasını nəzərə alsaq, bu qərar o dövrdə ciddi problemlərə səbəb olmurdu. Ancaq Nadirin öldürülməsindən sonra Gürcülər bu ərazilərə rəsmi iddia hüququ qazandılar. Təbii ki, Nadir Şah da gələcəkdə ölkəsinin məhv olacağını təsəvvür etməzdi, çünki onun daha böyük planları var idi. Paytaxtı Məşhəd şəhərinə köçürən yeni şah Mərkəzi Asiyada və Əfqanistanda fəthlərini davam etdirəcəkdi. Ancaq Böyük Hindistan mülkünün sahibi Məhəmməd Şahın bölgədə əfqanları dəstəkləməsi iki imperiyanı qarşı-qarşıya gətirirdi. Buna baxmayaraq Nadir Şah ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün Qəndahar üzərinə yeni səfər təşkil edir.